Salam olsun herkese. Bugünkü dersimiz natural ədədlərdir. Natural ədədlərdə mövzuzadır. Deməli, bugündən etibarən Riyaziyyat Dəryaları kanalında riyaziyyatdan mövzuzaları və həmin mövzulara uyğun olaraq həmsallı çalışmaların həlli paylaşılacaq. Videonu izləyən hər kəsdən xahiş edirəm ki, videonu bəyənsin, paylaşsın. Və çalışıram ki, bu natural ədədlərdən sadədən mürəkkəbə doğru bütün incəlikləri video şəklində sizə çatdırım. Deməli, natural ədədlər. Natural ədədlər. Natural ədədlər. Deməli, natural ədədləri öyrənmək üçün əvvəlcə biz rəqəm anlayışına baxaq, rəqəm ədəd anlayışına baxaq. Rəqəmlər 0-dan 9-a qədər, yəni 0, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, bunlar rəqəmlərdir. Yəni 0-dan 9-a qədər. Bunların sayı 10 olduğu üçün bunlara onluq say sistemi deyilir. Onluq say sistemi. Onluq say sistemi. Bu rəqəmlərdən ən kiçiyi, yəni 0-dır, ən böyüyü isə 9-dur. Ən böyüyü 9-dur. Bunlardan 1, 3, 5, 7, 9, yəni tək rəqəmlərdir. Yəni tək rəqəmlər. 2, 4, 6, 8 isə cüt rəqəmlərdir. Cüt rəqəmlər. Amma 0 isə nə təkdir, nə cütdür. Nə təkdir, nə cütdür. Nə cütdür. Amma 0 nə təkdir, nə cütdür, amma cüt yarada bilən ədəddir. Yəni sonu 0-la qurtaran bütün ədədlər, məsəl üçün 10, 110, 110, 120, 1000 və s. Yəni son 0-la qurtaran bütün ədədlər yəni cüt ədədlərdir. Amma ayrı-ayrılıqda 0-ın özü nə tək ədəddir, nə də cüt ədəddir. İndi isə gəldik ədəd anlayışına, ədədlər. Ədədlər. Yəni müxtəlif sayda rəqəmlərin yan-yana düzülüşünü ədədlər təşkil edir. Məsələn, 2 ilə 5-i yan-yana yazıldı 25 alınır. 3, 4, 7-ni yan-yana yazıldı 347 alınır. 6, 7, 3, 5, 8 ədədlərin yan-yana yazıldı 67358 alınır. Yəni ədədlər müxtəlif sayda rəqəmlərin yan-yana yazılışından əmələ gəlir. Ədədlər bir-birinin tərkibindəki rəqəmlərin sayına görə fərqlənir. Yəni bu 2 rəqəmli ədəddir, bu 3 rəqəmli ədəddir, bu 5 rəqəmli ədəddir və rəqəmlərin sayına görə biz ədədlərə ad veririk. Məsələn, 8 rəqəmli ədəd olsa buna deyirik 8 rəqəmli ədəd və s. Ədədlər özü iki böyük hissədən ibarətdir. Yəni həqiqi ədədlər, yəni bizim hal-hazırda öyrəndiyimiz, yəni həqiqi real ədədlər, bir də ayrıları kompleks ədədlər.
kompleks ədədlər. Yəni kompleks ədədləri biz 11-ci sinifdə gələcək mövzularımızda öyrənəcəyik. Yəni hal-hazırda biz həqiqi ədədləri öyrənirik. Həqiqi ədədlər özləri ayrılır iki yerə. Rasional və irrasional ədədlər. Rasional ədədlər də özləri iki hissəyə ayrılır. Yəni kəsr ədədlər ədədlər və tam ədədlər. Tam ədədlər özləri 3 hissəyə ibarətdir. Yəni natural ədədlər, sıfır və natural ədədlərin əksi. Natural ədədlərin əksi. Ədədlərin əksi. Yəni biz tam ədədlərin tərifinə fikir versək, yəni tam ədədlərin tərifində deyilir ki, natural ədədlər, onların əksi və sıfır birlikdə tam ədədlər çoxluğunu əmələ gətirir. Yəni ona görə tam ədədlər 3 hissədən ibarətdir. Natural ədədlər, sıfır və natural ədədlərin əksi. İndi gələk natural ədədlər, yəni sırf natural ədədlərlə bağlı fikirlərimizi deyək. Natural ədədlər. Yəni natural ədədlərin tərifi belədir ki, sayarkən istifadə etdiyimiz ədədlər natural ədədlər deyilir. Yəni sayarkən istifadə etdiyimiz ədədlər natural ədədlər. Yəni sayarkən biz birdən başlayırıq. 1, 2, 3, 4, 5 və s. sonsuzluğa qədər bu sayı biz davam edə bilərik. Yəni sayarkən 1-dən başladığımız üçün yəni 1 ən kiçik natural ədəddir. 1 ən kiçik natural ədəddir. Natural ədəddir. Amma sıfır natural ədəd deyil. Sıfır natural ədəd deyil. Natural ədəd deyil. Çünki biz natural ədədlər tərif vermişdik ki, sayarkən istifadə etdiyimiz ədədləri natural ədədlər deyil. Yəni biz sayanda sıfırdan başlamadıq. Yəni biz başladıq 1-dən. Ona görə də sıfırı biz natural ədəd qəbul etməyəcəyik. Natural ədədlərin cəmi hasili qüvvəti həmişə natural ədəddir. Yəni biz istənilən natural ədədi toplasaq, bir-birinə vursaq və qüvvəti yüksəlsək, yəni biz nəticəni natural ədəd alacaq. Amma biz natural ədədləri çıxsaq və ya bölsək bir-birinə, natural ədəd ala da bilərik, almaya da bilərik. Yəni gəlin bunu yoxlayaq. Yəni mən 20-dən 4 çıxıram, alınan nəticədə 16. 20 də natural ədəddir, 4 də natural ədəddir. Və ilk öndə aldığım cavab da nədir? Natural ədəddir. Amma mən 4-dən 20-ni çıxsam, yəni kiçik ədəddən böyük ədədə çıxsam, mən nəticədə natural ədəd almayacam, alacam mənfi 16. Ona görə də bu mənfi 16 nədir? Natural ədəd deyil. Yəni birinci halda mən cavabı natural ədəd aldım, ikinci halda isə mənfi ədəd aldım. Ona görə də natural ədədlərin fərqi natural ədəd ola da bilər, olmaya da bilər. Yəni bu hal bölmə üçün doğrudur. Yəni mən 20-ni 4-ə bölsəm, cavabda alacam 5. 20 də natural ədəddir, 4 də natural ədəddir. 20-ni 4-ə bölünməsindən alınan qismət də natural ədəddir. Amma mən 4-ü 20-yə bölsəm, yəni cavabı natural ədəd almayacam. Çünki mən kiçik ədədi böyük ədədə böləm və nəticədə alıram 5-də 1
və yaxud da 0,2. Yəni bu yəni bunların hər ikisi aldığım nəticə nədir? Aldığım nəticə kəsr ədədlərdir. Ona görə yəni natural ədədlərin yəni nisbəti həmişə natural ədəd vermir. Natural ədəd ola da bilər, deməli olmaya bilər. Deməli tək və cüt ədədlər. Biz dedik ki, rəqəmlərdən 1, 3, 5, 7, 9 nədir? Təkdir. Tək yəni rəqəmlərdir. Amma 0, 2, 4, 6, 8 isə dedik ki, nədir? Cüt rəqəmlərdir. Cüt rəqəmlərdir. Amma çox rəqəmli ədədlərdə isə ümumiyyətlə ədədlərin tək və cüt olmasını biz təyin etmək üçün deyəcək ki, sonu 1, 3, 5, 7 və 9 ilə bitən ədədlər, yəni sonu 1, 3, 5, 7, 9 ilə bitən ədədlər deyəcək tək ədədlərdir. Sonu 0, 2, 4, 6, 8 ilə bitən ədədlər deyəcək cüt ədədlər. Yəni bizə hər hansı bir çox rəqəmli ədəd verilib. Yəni mən bunların tək və cüt olmasını təyin etmək üçün bunların sonuncu rəqəminə baxıram. Sonuncu rəqəmlərinə baxıram. Əgər sonuncu rəqəm tək ədədlə bitibsə, deməli bu təkdir. Əgər sonuncu ədəd cüt ədədlə bitibsə, deməli bu nədir? Cütdür. Yəni çox rəqəmli ədədlərin də yəni tək və cüt olmasını təyin etmək üçün sonuncu rəqəmə baxacaq. Və yaxud sıfırla bitib. Və sıfırla bitib. Bunun biz tək və cüt olmasını təyin etmək üçün necək? Sonuncu rəqəmə baxacaq. Sıfırla bitibsə, deməli nədir bu? Son sıfırla bitibsə, deməli cüt ədəddir. Deməli biz tək və cüt ədədlərə fikir versək, məsəl üçün belə bir arzuluq yazaq. 3, 5, 7, 9, 11, 13, 15, 6, 8, 10, 12, 14, 16, 18. Bax, biz tək ədədlərə də baxsaq, cüt ədədlərə də baxsaq, biz fikir verəcəyik ki, burada ədədlərdəki artıcılıq 2 vaid artır. Məsəl üçün, biz 3-ün üzərinə 2 gəlsək olar 5, 5-in üzərinə 2 gəlsək olar 7, 7-nin üzərinə 2 gələndə olur 9 və s. Yəni bunu biz davam edə bilərik sonsuza qədər. Həmçinin cüt ədədlərə baxanda görürük ki, 6-nın üzərinə 2 gəlsək 8 olar, 8-in üzərinə 2 gəlsək 10 olar, 10-un üzərinə 2 gəlsək 12 olar. Yəni ardıcıl cüt ədədlər də nə edir? 2 vaid artaraq nə edir? Davam edir. Yəni sonsuza qədər. Ona görə də biz cüt ədədlərin ümumi formulu olacaq hansı şəkildə? Ümumi formulu 2n şəklində. Yəni biz burada n-in yerinə yəni tək ədəddə yazsaq, cüt ədədə yazsaq, biz nəticəni aldıq cüt ədəd. Məsələn, 2-ni 3-ə də vursaq, məsələn, yekunda cüt alacaq. 2-ni 4-ə də vursaq, biz necə yekunda, yəni cüt alacaq. Yəni 2 necə rəqəmdir? Cüt yarada bilən rəqəmdir. Ona görə cüt ədədlərin ümumi formulu hansı şəkildədir? 2n şəklindədir. Biz dedik ki,
istər ardıcıl cüt ədədlərdir, ardıcıl tək ədədlər yəni necə artır? 2 vahid artır. Ona görə də ən kiçik, yəni ən kiçik cüt ədədimizin ümumi formulu olacaq 2n şəklində və ardıcıl şəkildə bunları göstərmək üçün bu necə olacaq? 2n üstəgəl 2, 2n üstəgəl, yəni bundan sonra gələn ardıcıl olacaq 2n üstəgəl 4, yəni bundan sonra gələn olacaq 2n üstəgəl 6, 2n üstəgəl 8 və biz bunu davam edə bilərik. 2n üstəgəl 10, 2n üstəgəl 12. Yəni 2 vahid artıraraq nə edir? Davam edir. Yəni ardıcıl tək ədədləri də həmçinin. Amma ardıcıl tək ədədlərin ümumi formulu, yəni ardıcıl tək ədədlərin ümumi formulu, buraya tək ədədlər. Yəni bilirsiniz ki, söhbət tək ədədlərdən gedir. Yəni tək ədədlərin ümumi formulu, ədədlərin ümumi şəkli 2n çıxılsın 1 şəklindədir. Yəni biz nəyə görə yəni 2n çıxılsın 1 şəklindədir? Yəni biz istənilən cüt ədəddən bir vahid çıxsaq, yəni nəticədə tək alacaq. Məsələn 8-dən 1 çıxsam, nəticədə alacam 7. 26-dan 1 çıxsam, nəticədə alacam 25. 30-dan 1 çıxsam, nəticədə alacam 29. Yəni istənilən cüt ədəddən bir vahid çıxsam, yəni nəticəni tək alıram. Ona görə də cüt ədədləri ümumi şəkli 2n çıxılsın 1 şəklindədir. Yəni ümumi şəkli 2n çıxılsın 1 şəklində. Yəni biz bizə deyilsə ki, məsələn 5 ardıcıl cüt ədədinin ümumi yəni şəklini yaz, yəni belə bir sual verilsə bizə, yəni birincisini yazacaq 2n minus 1 və ondan sonra gələn 2n minus 1 plus 2. Bu da bizə verəcək 2n plus 1. Ondan sonra gələn 2 vahid üzərinə gəlir. 2n plus 3, 2n plus 5, 2n plus 7 və s. Biz bunu edə bilərik, sonsuza qədər davam etdirə bilərik. Deməli, dedik ki, tək ədədlərin ən kiçiyi 1-dir. Yəni, çünki tək ədədlər nədən başlayır? 1-dən başlayır. 1, 3, 5, 7, 9 və sonsuza qədər davam elədiyi üçün ən kiçiyi 1-dir. Amma ən böyüyü yoxdur. Çünki bu, yəni, sonsuza qədər biz bunu edə bilərik, davam etdirə bilərik. Ona görə tək ədədlərin ən kiçiyi var, 1-dir, ən böyüyü yoxdur. Amma cüt ədədlərin isə ən kiçiyi 2-dir. Məsəl üçün 2, 4, 6, 8, 10 və s. Bu şəkildə davam edir. Ona görə də yəni ardıcıl cüt ədədlərin ən kiçiyi 2-dir, amma ən böyüyü nədir? Yoxdur. Səliqə salaq buranı. Deməli, biz tək ədəd məsələn toplasaq, tək ədədin cəmi. Tək üstəgəl tək. Bizə yekunda nə verəcək? Cüt verəcək. Məsəl üçün 7 üstəgəl 9-u toplasaq, biz yekundan alacaq 16. 16 necə ədədir? Cüt ədədir. Məsələn, tək ədədlə cüt ədədi toplasaq, biz nəticəni tək alacaq. Məsəl üçün, 8 üstəgəl 7 bərabər neçə? 15. Yəni biz cüt ədədlə tək ədəd topladıq, yəni nəticəni aldıq tək ədəd. Cüt ədədlə cüt ədədin cəmi həmişə bizə nə verəcək? Cüt verəcək. Çünki 10 üstəgəl, məsəl üçün 12 bərabər 22. Yəni bu həmişə belədir.
Yəni iki tək ədədin hasili həmişə təkdir. Məsəl üçün. Yeddi vurulsun 9. 60. Yəni bu böyük ədədlər üçün də, çox rəqəmli ədədlər üçün də bu belədir. Yəni tək ədədlə cüt ədədin hasili həmişə cütdür. Yəni cüt ədəd özü cüt yarada bilən ədəd olduğu üçün istənilən tək ədədi cüt ədədə vuranda biz nəticəni cüt alacağıq. Məsəl üçün 11 vurulsun 2 bərabərlik 22. Yəni 11 təkdir, 2 cütdür. 11-i 22. 11-i 2-yə vuranda nəticəni alırıq 22, 22 də cüt ədəd. Cüt ədədlə cüt ədədin hasili təbii cüt verəcək. Məsəl üçün 8 vurulsun 4 bərabərdir 32. Yəni cüt ədədin qüvvəti yəni həmişə cütdür. Yəni həmişə cütdür. Mən 8-in kvadratı bərabərdir 64. 2-nin üstü 3 bərabərdir 8. Məsələn 4 üstü 3 bərabər neçəyə? 64. Amma tək ədədin qüvvəti isə, tək ədədin qüvvəti həmişə nədir üzrə? Tək ədəd. Məsələn 9-un kvadratı bərabərdir 81. 7-nin kvadratı bərabər neçəyə? 49-a. Yəni biz n sayda tək ədədin hasili A vurulsun, B vurulsun, C vurulsun, D vurulsun, Y vurulsun, belə sonsuza qədər məsələn n-i yazsaq, bunlar hamısı tək olsa, n sayda tək ədədin hasili həmçinin təkdir. Amma n sayda məsəl üçün n sayda tək ədədin hasili hasilinin içərisində yəni bir dənə cüt ədəd varsa n sayda tək ədədin hasilinin içərisində yəni bir dənə cüt ədəd varsa biz yekunda nəticə alacağıq cüt. Yəni biz cüt ədəd cüt yarada bildiyi üçün yəni n sayda tək ədədin içərisində yəni bircə cüt ədəd olanda onların hasili yekunda nə verir? Cüt verir. Bu təbii ki, n sayda cüt ədədin hasili məsəl üçün verirsə bizə A, B, C, D, Y, yəni bunlar hamısı cütdürsə, bunların hasili yekunda bizə nə verir? Cüt verir. Yəni n sayda cüt ədədin hasili nədir? Cütdür. İndi arzu natural ədədlərin hasilindən arzu natural ədədlərin cəmindən n sayda arzu natural ədədin cəmindən bir-iki düstur yazaq. Məsələn, arzu natural ədədlərin cəmi 1 üstəgəl, 2 üstəgəl, 3 üstəgəl, 4 üstəgəl belə davam edəcək. Məsələn, n sayda arzu natural ədədlərin cəmi yəni bu şəkildə olacaq. N vurulsun n üstəgəl 1 deməli bölünsün 2 şəklində. Arzulu tək ədədlərin cəmi olacaq nə şəkildə? N-in kvarlaş şəklində. Yəni n burada nədir? Bunların sayını bildirir. 2 üstəgəl, 4 üstəgəl, 6 üstəgəl, 8 üstəgəl 2 n şəklində olanda yəni bu şəkildə olur. Yəni burada n yəni burada bunların sayını bilir. Məsəl üçün yəni 10 dənədirsə burada yazırıq 10. Məsələn 20 dənədirsə burada yazırıq 20-nin kvadratı. Burada 40 dənədirsə məsəl üçün burada yazırıq n-in yerinə 40. Yəni hesablayırıq.
Əgər bizə desə ki, ardıcıl ədədlərin qüvvətləri cəmi onda biz belə yazacağıq. Yəni bu düsturdan bu düsturu tətbiq edəcək. Yəni bu düsturların hamısının ətraflı biz silsilə mövzusunu keçəndə, yəni bunları bir-bir, yəni bu düsturların hardan yarandığını öyrənəcək. Yəni natural ədədlər mövzusu olduğu üçün yəni onun tam dərinliyinə girmirik. Yəni sadəcə olaraq yəni başa düşün ki, ardıcıl en saydan, yəni natural ədədin, yəni cəmi bu düsturla hesablanır. Ardıcıl en sayda tək ədədin, yəni cəmi bu düsturla hesablanır. Ardıcıl en sayda cüt ədədin cəmi bu düsturla hesablanır. Ardıcıl en sayda, yəni natural ədədlərin yəni kvadratları cəmi isə bu düsturla hesablanır. Yəni bu düsturların harada yarandığını yəni biz növbəti dərslərdə harada yarandığını öyrənəcək. İndi baxaq natural ədədlərin onluq yazılışı. Natural ədədlərin. Natural ədədlərin. Onluq yazılışı. Yəni biz natural ədədlərin onluq yazılışı deyəndə biz mərtəbə vahidləri, mərtəbə sinifləri nə olduğunu yəni bilməliyik. Mərtəbə vahidləri. Mərtəbə vahidləri odur ki, natural ədədlərin yazılışında rəqəmin tutduğu yer mərtəbə vahididir. Yəni natural ədədlərin yazılışında rəqəmin tutduğu yer mərtəbə adlanır. Məsəl üçün, bu şəkildə yazsaq, məsəl üçün, tutaq ki, hər hansı bir ABC-li 4 rəqəmli ədəddir. ABC 4 rəqəmli ədədində D-nin tutduğu yer adlanan təklik. C-nin tutduğu yer adlanır onluq. B-nin tutduğu yer adlanır yüzlük. A-nın tutduğu yer adlanır minlik. İndi tutaq ki, bunu konkret ədəd kimi yazsaq, 6700 tutaq ki, 49. 6749 ədədində yəni 9-un tutduğu yer təkliklər mərtəbəsi adlanır. 4-ün tutduğu yer onluq. 7-nin tutduğu yer yüzlük. 6-nın tutduğu yer adlanır minlik. Yəni mərtəbə nədir? Mərtəbə vahid nədir deməli? Yəni çox rəqəmli ədədlərdə rəqəmin tutduğu yer.
İndi gəleyim mərtəbə sinifləri. Mərtəbə sinifləri isə yəni mərtəbə sinifləri yəni çox rəqəmli ədədlərin yaza bura mərtəbə sinifləri. Mərtəbə sinifləri. Biraz səliqəsiz oldu. Mərtəbə sinifləri. Mərtəbə sinifləri çox rəqəmli ədədlərin mərtəbə sinifləri. Siniflər çox rəqəmli ədədlərin oxunması zamanı istifadə olunur. Oxunması zamanı istifadə olunur. Məsəl üçün, hər hansı bir çox rəqəmli ədəd yazaq tutaq ki. Yəni biz ilk baxışdan baxanda, yəni bu ədədi biz hansı ədəd olduğunu deyə bilmərik. Yəni deyə bilərik, yəni çətinlik çəkərik. Amma biz bu ədədi oxumaq üçün sondan əvvələ doğru bunları ayırırıq. Sondan əvvələ doğru 3 ayırırıq. Və əvvəldə burada bir rəqəmlə qala bilər, 2 rəqəmlə qala bilər, 3 rəqəmlə qala bilər. Yəni biz buna fikir vermirik. Biz sondan 3 ayırırıq. Əvvəldə 1 rəqəmlə qala bilər, 2 rəqəmlə qala bilər, 3 rəqəmlə qala bilər. Yəni bunun bizim üçün bir nəyi yoxdur? Önəmi yoxdur. Birinci olur təkliklər sinifi. Təkliklər. Yəni təklikdə nə var? Yəni 1-dir. Yəni təkliklərdən sonra gəlir minliklər. Bu təklik idi, yəni təklik 1-dir. Bu minlik idi. Minlik nədir? 1 yanında 3 dənə 0. Yəni təkliklə minliyin fərqi nə oldu? Yəni 1-in yanına 3 dənə 0 yazdım. İndi minliklərdən sonra gəlir milyonluqlar. İndi biz minin yanına 3 dənə 0 yazırıq, olur nə? Milyon. İndi milyondan sonra gələn mərtəbə sinifi olacaq milyard. İndi biz milyonun yanına 3 dənə 0 yazaq ki, olsun nə? Milyard. Deməli, mərtəbə sinifləri, yəni bir-birindən 3 0 yanına əlavə onlara nə olur? Yəni düzülür. Yəni təklik 1-dirsə, minlik olacaq 1000, milyonluq. Minin yanına 3 dənə 0 yazaraq olur milyon. Ondan sonra gələn milyardlıq, milyonun yanına 3 0 yazaraq olur milyard. İndi biz bu, yəni çox rəqəmli ədədi oxuyanda necə oxuruq? 68 milyard, 345 milyon, 976.821. Yəni mərtəbə sinifləri nə zaman istifadə olunduğu çox rəqəmli ədədlərin oxunuşu zamanı. Çox rəqəmli ədədlərin oxunuşu zamanı nə oldu? İstifadə olundu. Mərtəbə sinifləri.
İndi çox rəqəmli ədədlərin mərtəbə vahidlərinin ayrışını öyrənək. Məsələn, hər hansı məsələn, A, B, C, D ədədində A, B, C, D ədədində. Burada mənə təklik, onluq, yüzlük, minlik. Yəni burada A sayda minlik var. A sayda minlik. A sayda minlik. B sayda yüzlük. C sayda onluq. Yox, səhv oldu bunu. Üzr sayın. Ayrı şeylə bunu qarışdırdım. Məsəl üçün, hər hansı A, B, C, D ədədidir. Yəni, bizə deyəndə ki, burada neçə minlik var deyəndə, neçə minlik var, yəni soruşanda, sondan baxırıq. Mində neçədən sıfır var? Mindəki sıfırların sayı qədər buradakı sondan başlayıb ədədlərini silirik. A, B, C, D, yəni 4 rəqəmlərdən 3 rəqəmi silikdə, qalır yerdə A. Yəni nə olur burada? A sayda minlik olur. A sayda minlik. Bizə indi soruşsa ki, neçə yüzlük var? Neçə yüzlük var deyəndə, yüzdə 2 dənə sıfır olduğu üçün sondan 2 dənə rəqəmin indi silirik. Buradan 2 dənə, yəni sıfırı siləndə, rəqəmi siləndə yerdə qalır AB. Deməli, AB sayda yüzlük var. Yüzlük var. Bizdən soruşsa neçə onluq var deyəndə, yəni onda bir dənə sıfır var. Ona görə biz sondan bir rəqəmin iyini silirik. Onda olur A, B, C sayda onluq. Amma neçə təklik var, yəni soruşsa, yəni təklik 1-dir, yəni təkliyin yanında sıfır yoxdur. Yəni biz buradan heç bir rəqəmi silmirik. Ona görə də olur A, B, C, D sayda təklik. Yəni təbii ki, bunların üstündə xəta olmalıdır. Yəni burada say bildirirsə, bunlar hər hansı bir ədəddir. A, B, C, D sayda nə olur? Təklik olur. Məsəl üçün, hər hansı biz bunu konkret bir ədəd üzərində göstərsək, tutaq ki, 7354-də göstərsək, bizdən soruşsa ki, bu 7354 ədədi, biz deyirik ki, 7354. Soruşsa ki, neçə minlik var? Baxırıq, mində neçədən sıfır var? Bax, mində 3 dənə sıfır olduğu üçün biz buradan sonunun 3 dənə rəqəmi silirik. Burada olur neçə? 7000'lik. 7000'lik var. İndi ikinci sual verə bilər. Neçə yüzlük var? Neçə yüzlük var? Yüzlük var. Neçə yüzlük var deyəndə? Yüzdə neçədən sıfıra? 2 dənə. Sonundan 2 dənə rəqəmi silirik. Yetmiş üç nə var? Yüzlük var. 73 yüzlük var. Yüzlük var. Bizdən sorsa ki, neçə onluq var deyəndə, onda bir dənə sıfır olduğu üçün biz sondan bir dənə sıfır silirik. Olur 735 onluq. Onluq var. Və neçə təklik var yəni soruşanda,
yani tekliğin yanında hiçbir yani sıfır olmadığı üçün ona göre bu ədədin bütün özün yani biz teklik qəbul yani 7354 da 7354 yani çubuq varsa əlində hər çubuq yani hər çubuq özü arasında bir teklikdir. Ona göre senden sorsan ki əlində neçə çubuq var? Sen deyəsən 7354 ədəd yəni çubuq var. Yani onların hərəsi ayrı bir teklik olduğu üçün 7354 yani dənə yani sən əlində çubuq var. Yani o sualın cavabını belə verəcəksən. Ona göre de bizden tekliği soruşanda bu ədədin özün, biz teklik kimi deyəcək, qəbul edəcək. Bir de var. Ədədlər rəqəmin tutduğu yer. Məsələn, hər hansı ədədlər hər hansı rəqəmin tutduğu yer. Bu necədir? Bunu konkret bir ədəd üzərində mənsə deyəcəm. Ta ki 9857 ədədində bizdən sonra 8 ədədini. 8 rəqəminin tutduğu yer. 8 rəqəmi bizə belə bir suallar verirlər. 8 rəqəminin mərtəbə vahidi. Mərtəbə vahidi. Burada mərtəbə vahidi soruşanda bizdən baxırıq. Təklik, onluq, yüzlük. Bunun mərtəbə vahidi neçədir? Yüzlük mərtəbə. Yəni yüzlük mərtəbə vahidində yerləşir. Sual verə bilər ki, mərtəbə vahidlərinin sayı. Mərtəbə vahidlərinin sayı. Yəni mərtəbə vahidlərinin sayı o deməkdir ki, yəni bizdəki mərtəbə vahid nədir? Bunun yüzlükdür. Yəni 9857 ədədində neçə yüzlük var? Yəni həmin o yüzlük mərtəbə vahidinin neçə saydadır yəni? Ona nə edəcəyik? 8'i vuracaq 100'ə. Verəcək 800. Yox, mərtəbə vahidlərinin sayı da 8'in özünü götürür. Mərtəbə vahidlərinin sayı da yəni 8'in özünü götürür. Yəni çünki 8 dənə var burada. Yəni yüzlük mərtəbəsi var. 9800 deyirik axı. Bu mərtəbə vahidlərinin sayıdır. Bizdən sorsa ki, mərtəbə qiyməti, mərtəbə qiymətini soruşanda olur 800. Mərtəbə qiyməti. Mərtəbə qiyməti. Mərtəbə qiyməti olanda həmin 8'i vururuq mərtəbə vahidinə, yəni mərtəbə sayını vururuq mərtəbə vahidinə. Nə qədər 800. Yorğunluq səbəbindən hərdən belə mexaniki səhvlər olur. Ona görə üzrlü sayın. Yəni mərtəbə vahidini bizdən soruşanda məsəl üçün. Məsələn, başqa bir ədəd üçün nümunə göstəreyim bunu. Məsələn, başqa bir ədəd üzərində bir nümunə göstəreyim. Məsəl üçün, baxırıq bu üçə.
Bizə sual verə bilər ki, mərtəbə vahidi. Mərtəbə vahidi. Vahidi. Mərtəbə vahidi baxana bax, təklik, onluq, yüzlük, minlik, 10 minlik. 10 minlik. Mərtəbə vahidilərin sayını götürəndə. Mərtəbə vahidinin sayı. Vahidinin sayını göstərəndə. Həmin bu üçün özünü götürürük. Yəni burada 63.000, 638.910'dur. Yəni 10 minlik mərtəbə vahidindən burada 3 saydadır. Biz soruşanda ki, mərtəbə qiymətini soruşanda isə mərtəbə qiyməti. Həmin mərtəbə sayını vuruq mərtəbə vahidinə, 2 vuruq 10 minə. Bilir nə qədər? 30.000. 30.000. Yəni mərtəbə qiymətini tapanda nə edirik? Mərtəbə vahidini vuruq mərtəbə sayına və həmin cavabı olur? Mərtəbə qiyməti olur. Deməli, indi gəldik, lövhəni sələgəyə salaq. İndi keçək tam ədədlərə. Tam ədədlərə. Yazaq başlayaq, yazaq tam ədədlər. Tam ədədlər. Tam ədədlər, demək tərifini deyək ki, natural ədədlər. Natural ədədlər. Onların əksi. Onların əksi. Və sıfır birlikdə. Çarşı natural ədədlər yazırdım. Birlikdə tam ədədlər çoxluğunu yaradır. Tam ədədlər. Ədədlər çoxluğunu yaradır. Deməli, biz ədəd oxunu qeyd etsək. Ədəd oxu nədir? Hesablama başlanğıcı, yəni hesablama başlanğıcı sıfırdır. Hesablama başlanğıcı və istiqaməti olan düz xəttə nə deyilir? Ədəd oxu deyilir. Yəni bu ədəd oxu həm sağa, həm sola nə edir? Sonsuz sayda daxil edir. Yəni sıfır ədədindən sağda, sıfır ədədindən solda yerləşir müsbət ədədlər. Bu tərəf müsbət sonsuzluqdur. Sıfırdan solda isə yerləşir mənfi sonsuzluq. Natural ədədlər 1, 2, 3, 4, 5, 6. Natural ədədlər onların əksi, yəni mənfi 1, mənfi 2, mənfi 3, mənfi 4 və s. bu sonsuzluq davam edir. Və sıfır birlikdə anlamıyla tam ədədlər çox. Tam ədədlərin
Cəmi fərqi hasili tamdır. Hasili tamdır. Məsəl üçün biz götürək 2 dənə tam ədəd. Mənfi 5 üstə gəlir 2. Mənfi 5 də tamdır, müsbət 2 də tamdır. Və bunların cəmi mənfi 3-dür. Yəni bunların cəmi də tamdır. Həmçində fərqi mənfi 5-dən mənfi 2 çıxdım. Aldım mənfi 7. Mənfi 5 də tamdır. 2 də tamdır. Və bunların fərqindən alınan cavab mənfi 7-ləri tamdır. Həmçində hasil mənfi 5 vurulsun 2 bərabərdir mənfi 10. Mənfi 5 tamdır, 2 də tamdır. Mənfi 5-i vurdum 2-yə, aldım mənfi 10. Yəni nəticəni yerinə aldım, tam aldım. Amma nisbət isə nisbət tam ədəd ola da bilər, olmaya da bilər. Məsəl üçün, mən mənfi 10-u böldüm 2-yə, aldım mənfi 5. Mənfi 10 da tamdır, 2 də yəni tamdır. Mənfi 10-u böldüm 2-yə, aldım mənfi 5. Yekun cavab nə oldu? Tamdır. Amma mən 2-ni mənfi 10-a bölsəm, yəni mən yekunda cavabı tək ədəd mən cavabı tam ədəd almayacağım. Çünki bu 2 10-dan balacadır. Yəni kiçik ədədi böyük ədədə böləndə biz nə alırıq? Həmişə kəsr ədədi alırıq. Bunun cavabımızı mənfi 5-də 1. Mənfi 5-də 1 və ya 0,2. Mənfi 0,2. Həm bu cavab, həm də bu cavab yəni bizə tam ədədi vermir. Bunlar necə ədəddir? Kəsr ədəddir. Ona görə də yəni tam ədədlərin nisbəti tam ədəd ola da bilər, olmaya da bilər. Yəni fərqi, cəmi, hasili həmişə tamdır. Yalnız nisbət. Yəni biz nə etməliyik? Hökməni yoxlamalıyıq. Yoxlamalıyıq. Bizə hər hansı bir sual veriləndə hökməni yoxlamalıyıq və nəticəyə baxmalıyıq. Aldığımız nəticə bizə tam ədəd verir və yaxud vermir. Yəni verirsə tam ədəddir, vermirsə, yəni təbii ki nədir? Yəni tam ədəd deyil. Buraya təmizləyim də. Yəni hər hansı bizə bir aralıqlar verilə bilər, məsəl üçün bu şəkildə. Məsəl üçün aralıqlar verilə bilər, AB. Məsələn, bu şəkildə verilə bilər. Və yaxud bu şəkildə verilə bilər. Yəni, ta ki, bunun mənası nə deməkdir? Yəni, A-dan B-yə qədər, amma burada nə A daxildir, nə B daxildir. Buradan A-dan B-yə qədər, amma A nədir? Daxildir. A daxildir, B daxildir. Burada A-dan B-yə qədər, A da daxildir, B də daxildir. Yəni, bu mötərizələrin mənasını yəni ki, bilirsiniz. İndi bizdən soruşsa ki, A-dan B-yə qədər. A-dan B-yə qədər. Yəni, tam ədədlərin sayını soruşanda bizdən nə edəcəyik? A-dan B-yə qədər, B-yə qədər. B-yə qədər tam ədəd sayı. Ədəd sayı. Sayını soruşanda bu dəfə nə edəcəyik biz? Böyüyündən kiçiyini çıxırıq. Yəni, B-dən çıxırıq A-nı və bir dənə 1 çıxırıq. Məsələn, bizə verilə bilər ki, 27-dən
104'e gedər. 27'den 104'e gedər neçə tam ədəd var? Yəni həmin vaxt nə edəcəyik bunun sayını tapmaq üçün? 104'dən çıxırıq 27'ni və bir dənə 1 çıxırıq. Məsələn, rahat bir misal üzərində bunu deyək. Məsəl üçün, 5'dən 11'e gedər. Yəni 5 ilə 11'in arasında hansı ədədlər yerləşir? 6, 7, 8, 9 və 10. Demək neçə oldu? 1, 2, 3, 4, 5 dənə oldu mu? İndi biz bunu düstur şəklində yazsaq, bizim düsturumuz necədir? Böyüyündən kiçiyini çıxırıq və bir dənə də 1 çıxırıq. 11'dən 5 çıxırıq 6, 6'dan 1 çıxdı, oldu neçə? 5. Deməli bizim bu qaydamız nədir? Doğrudur. İndi bizə deyə bilər ki, A'dan B'ye qədər A daxildir, B daxildir. Bu zaman nə edirik? A'dan B'ye qədər tam ədəd sayı. Tam ədəd sayı. O zaman sadəcə böyüyündən kiçiyini çıxırıq, B'dən çıxırıq A. Məsələn, bizə deyə bilər ki, 5'dən 12'ye qədər 5 daxildir. Amma ki 12 daxil deyil. Yəni burada hansı ədədlər var? 5'in özü, 6, 7, 8, 9, 10, 11. Neçə oldu? 1, 2, 3, 4, 5, 6, 7. Bizim düsturumuzda nə deyir? Yəni böyüyündən kiçiyini çıxırıq. Yəni 12'dən çıxırıq 5'i qaldı neçə? 7. Yəni biz burada nə dedik? Böyüyündən kiçiyini çıxdıq, aldıq cavabı 7. Yəni burada da cavabı 7 aldıq. Burada düsturun cavabı neçə aldıq? 7 aldıq. Deməli, yəni bizim düsturumuz nədir? Doğrudur. İndi bizə deyə bilər ki, A'dan B'ye qədər tam ədəd sayı və burada A da B'dən nədir? Daxildir. Bu zaman nə edirik? Bu zaman A'nın B arasındakı, yəni tam ədədlərin sayını tapmaq üçün B'dən çıxıram A'nı. B'dən çıxıram A'nı. B çıxılsın A və 1 gələm üzərinə. Və 1 gələm üzərinə. Ta ki bizə belə bir misal biləyək. Yəni soruşur ki, 5'dən 12'ye qədər tam ədədlərin sayını tapın. Və 5 də daxildir. Və 12 də daxildir. Bu zaman nə edirik? Bunu əyani şəkildə yazaq. 5, 6, 7, 8, 9, 10, 11, 12 neçə oldu? 1, 2, 3, 4, 5, 6, 7, 8. 1, 2, 3, 4, 5, 6, 7, 8. Biz nə edirik? Bizim düsturumuzda nədir? Böyüyündən kiçiyini çıx və üzərinə 1 gəlir. Biz də bu misalımızda 12'dən çıxırıq 5'i və üzərinə 1 gəldi. 12'dən 5 çıxanda 7, 7'nin üzərinə 1 gəldi, 8. Yəni əyani şəkildə, yəni biz baxdıq cavabı 8 aldıq və düstur şəklində yəni cavabı 8 aldıq. Yəni belə kiçik rəqəmlər veriləndə, yəni bunu tanımaq rahatdır, yəni ədədlər yazmaq olur. Amma böyük yəni çox rəqəmli ədədləri veriləndə biz onları bir-bir yazsaq, neyinər? Bizim vaxtımız gedir. Ona görə həmin bu düsturları neyinlik biz bu düsturları tətbiq edirik.
Yəni tam ədədlər sonsuz çoxluqdur. Yəni sonsuz sayda tam ədədlər var. Yəni ən kiçik tam ədəd yoxdur. Çünki yəni biz tam ədədlər deyəndə nə edirik ki, ədəd oxunda. Sıfırdan sağda da, sıfırdan solda da, sıfır özü daxil olmalılar. Hamısı nədir? Hamısı nədir? Natural ədədlərdir. Çünki sıfırdan sola doğru getdikcə müsbət sonsuzluqdur. Yəni biz burada da bizdə bunun ən böyüyünü tapa bilmərik. Çünki bu sonsuzluğa doğru nə edir? Sonsuzluğa doğru gedir. Sıfırdan sağda da ədədlərin sayı kiçilir. Amma mənfi sonsuzluğa doğru gedir. Mənfi sonsuzluqda da ədəd oxunda ədədin modulları böyüdükcə, yəni mənfi tərəfdə ədədin modulları böyüdükcə kiçilir. Yəni bu sonsuzluğa doğru davam elədikcə bu kiçilə gedir. Və biz burada bunun ən kiçiyini nə bilmərik? Yəni bilə bilmərik ki, yəni hansı ən kiçikdir. Ona görə tam ədədlərin ən kiçiyi və ən böyüyü yoxdur. Ardıcılığa baxalım öyrətək. Hansı gəlir? Yəni bizdən soruşsa ki, bizə A və B tam ədədlər olduqda, həmin aralıqda olan tam ədədlərin cəmi. Soruşunda bu zaman nə edirik? Məsələn, bizə deyək ki, A və B natural ədədləri, A və B tam ədədləri arasında olan, yəni bütün tam ədədlərin cəmin, yəni tapıcanda nə edirik? A üstəgəl B bölünsün 2 vurulsun say. Yəni biz biraz əvvəl bunun sayının tapılması qaydasını yəni demişdik, nə edirdik? Böyüyündən kiçiyini çıxırdıq və üzərinə 1 gəlirdik. Olurdu bunun sayı. Və bunları cəmləyib yarıya bölürük və sayını vururuq. Bu bizə verir A və B ədədləri arasında olan bütün tam ədədlərin cəmi. Məsələn, bizə deyə bilər ki, 5, 15. Ədədləri arasındakı tam ədədlərin cəmi. Biz əvvəl sayı tapmalıyıq. Sayı necə tapırdıq? Sayı. Böyüyündən kiçiyini çıxırdıq. 15-dən 5-i çıxırdıq. Və üzərinə 1 gəlirdik. 15-dən 5 çıxında 10. Onun da üzərinə 1 gəlində edir 11. İndi bunların cəmini tapmaq üçün biz nə edirik? Cəm bərabərdir. 5 üstəgəl 15 bölünsün 2 vurulsun 11, yəni sayına. Deməli 5 üstünə 15 gəlində 20, 22 bölündü 10 vurulsun 11 bərabərdir 110. Yəni bunun mənası nə deməkdir?
Yəni 5-dən 15-ə qədər 5 üstə gəl 6 üstə gəl 7 üstə gəl 8 üstə gəl 9 üstə gəl 10 üstə gəl 11 üstə gəl 12 üstə gəl 13 üstə gəl 14 üstə gəl 15. Yəni 5-dən 15-ə qədər yəni 5-dən 15-ə qədər bütün yəni ədədləri toplasaq biz yekunda cavabını alacağıq 110. Yəni bu bunun üstüdür. İndi hasilin necə sıfırla bitməsi haqqında. Hasil necə sıfırla bitir? Hasil necə sıfırla bitir? Sıfırla bitir. Məsəl üçün biz 1-dən 9-a qədər 1 vurulsun, 2 vurulsun, 3 vurulsun, 4 vurulsun, 5 vurulsun, 6 vurulsun, 7 vurulsun, 8 vurulsun, 9 vurulsun, 1-dən 9-a qədər ədədlərin hasilini yəni hasilini hesablasaq, biz burada nəyə fikir veririk? Biz burada fikir veririk ki, bax, 0 yarada bilən ədədlər hansılardır? 2 və 5. Yəni mən 2-ni 5-ə vursam, nə yarar? 10 yarar. Və mən bu 10-u istənilən ədədə vursam, yəni nəticədə nə olacaq? Sonu 0-la bitəcək. Ona görə biz burada baxmalıyıq 2-lərin və 5-lərin sayını tapmalıyıq. Deməli, istənilən ardıcıllıqda 2-lərin sayı həmişə 5-lərin sayından çox olur. Ona görə də biz əvvəlcə 5-lərin sayını tapanda, yəni bizə bəs edir. Çünki baxın, bax, burada 1-2 var. Burada 2-ni 2-yə vuranda 4 olur. Burada 2-ni 3-ə vuranda 4 olur. Burada 2 vurulsun, 2 vurulsun, 2, 2 vurulsun, 2, vurulsun 2. 1, 2, 3, 4, 5, 6, 7-dən 2 oldu. Amma bax, burada bir dənə 5 var. İndi mən buradakı 2-lərdən birini, bu 2-lərdən birini götürüb 5-ə vursam, mən cavabını alacağım, 10 alacağım. Və sonra bu 2 ilə 5-i çıxıram, yerdə qalanları bir-birinə vururam və alınan nəticəni 10-a vuranda mən nə alacağım? Yekunda 0 alacağım. Yəni sonu 0-la bitən ədəd alacağım. Həmin bu hasildə deməli, nəticəyə gəlir? Həmin bu verilmiş ədədlərin içərisində neçə dənə 5 varsa, o qədər sayda nə var? 0 var. Yəni hasil həmin 5-lərin sayı qədər 0-la bitəcək. İndi bizə məsəl üçün 1-dən 9-a kimi verilməz. 1-dən verilə bilər 1-dən 48-ə qədər ədədlərin hasili neçə 0-la bitir? Hasili neçə 0-la bitir? 0-la bitir. Biz indi bunu tapmaq üçün biz əlbəttə 1-dən 48-ə qədər ədədləri götürüb bir-birinə vursaq, yəni bizim vaxtımız gedər. Bunun üçün qayda var. Bunun üçün qayda nədir? Biz götürüb 48-i bölürük 5-ə.
48'i 5'e böl neçə elədi? 9. 9'da 5, 45, qalır 3. Biz bu qalığa fikir vermirik. Yəni burada neçə qalır qalıqda, neçə qalmır, biz buna fikir vermirik, əhəmiyyət vermirik. Biz baxırıq qismətə. Əgər bu qismət, alınan qismət, yəni 5-dən böyükdürsə, biz həmin qisməti yenidən 5'e bölürük. Yəni ta o vaxta kimi ki, alınan nəticə 5'dən kiçik olsun. İndi biz 9'u 5'e böldük, gördük ki, cavab qismətdə alındı 1, qalıq alındı 4. Deməli bu 1, deməli bu 5'dən kiçikdir. Deməli biz bölməni yeni yekunlaşdırırıq. Sonra alınan qismətləri toplayırıq. Bu 9 ilə 1'i toplayırıq. Alınlıq 10. Deməli 1'dən 48'e qədər ədədlərin hasili 10 sıfırla bitər. Yəni hər hansı bir ədəd alacaq. Yəni bunun həmin bu hasilin sonunda 10 sayıları nə olacaq? 0 olacaq. Yəni 1'dən 48'e qədər deyilsə, biz nə elədik? 48'i götürdük, böldük 5'e ta ki alınan qismət cavab yəni 5'dən kiçik olsun. Yəni 5'dən kiçik olana qədər biz nə edirik? Yəni bölməni davam elətdiririk və alınan qismətləri toplayırıq. İndi bizə deyə bilər ki, 1'dən 128'e qədər. 1'dən ta ki deyə bilər 128'e qədər. 128'e qədər. Şimdi biz nə edirik? 128'i böldük 5. Şimdi 128'i 5'e böləndə 128'i 5'e böləndə 2 dəfə 5, 10 2, 28 5 25 25 qalır 3. Cavabda alınır 25 qalır alınır. Biz baxırıq ki, aldığımız qismət yəni bu 5'dən böyükdür. Və bir dənə də bölürük. Biz nə demişdik? Demişdik ki, alınan qismət 5'dən kiçik olsun. Yəni 5'dən böyük və 5'e bərabər olmasın. Görürük cavab alınıb 5 və həmin 5'i bir dənə də 5'e bölürük. Və alındı 1. İndi biz yəni neçə sıfırla bitməsini bilmək üçün həmin qismətləri 25'i, 5'i bir də birini indi toplayırıq. 25 üstə gəl 5 üstə gəl 1 bərabərdir 31. Deməli 1'dən 28'e qədər olan bütün ədədlərin hasili 31 sıfırla bitir. Yəqin ki başa düşdünüz. İndi bizdə 1'dən deməz, məsələn hər hansı bir aralıq verər, məsələn. Hər hansı bir bizə deyər ki 27'dən 117'ye qədər 117'ye qədər 117'ye qədər ədədlərin hasili. Hasil neçə sıfırla bitir? Neçə sıfırla bitir? Bu zaman nə edirik? Bu zaman əvvəlcə biz 1'dən 27'ye qədər olanların əvvəlcə birdən 27'ye qədər olanı tapırıq. Olanı tapırıq. Birdən 27'ye qədər tapan, birdən 27'ye qədər ədədlərin hasilini necə sıfırla bitməsini tapmaq üçün biz 27'ni böldük 5'e. Düşürdük qaldı 5. Deməli qismətdə alınır 5, qaldı alınır 2. Və həmin 5'i
Həmin 5 görürük ki, bu 5-dən nədir? 5-in özünə bərabərdir. Və yenidən 5-i 5-ə bölürük, alınır 1. Və alınan qismətlər topluruq. 5 üstə gəl 1 bərabərdir 6. Sonra isə sonra 1-dən 117-yə qədər tapırıq. 1-dən 117-yə qədər olanı tapırıq. Olanı tapırıq. İndi bu zaman yəni 117-ni bölürük 5-ə. 117-ni 5-ə böləndə 17-ni 5-ə böləndə 5, 10, 1, 17, 3 23 düşür. 23 düşür, qalada alınır 2. 23 qalada alınır 2. Biz baxırıq ki, bu 23 nədir? 5-dən böyükdür. Bu 22 bir dənə də 5-ə bölürük. 4 düşür 3. Bu 4 də 5-dən kiçik olduğu üçün neyi hesablamağı dayandırırıq. Sonra bu 23 ilə 4-ü topluruq. 23 üstə gəlib 4 bərabər neçə? 27. Aha, 23 üstə gəlib 4 bərabər 27. Bəli. Sonra nə edirik? Sonra bu 27-dən 27-dən çıxırıq 6-nı, oldu neçə? 21. Yəni nə edirik? Bizə hər hansı bir aralıq veriləndə, məsələn, desək ki, 27-dən 117-yə qədər olan ədədlərin hasili neçə sıfırla bitir? Bu zaman nə edirik? Bu zaman əvvəlcə 1-dən 27-yə qədər olanı tapırıq. Sonra 1-dən 117-yə qədər olanı tapırıq. Sonra 1-dən 117-yə qədər olandan çıxırıq 1-dən 27-yə qədər olanı çıxdıq. Cavab aldıq neçə? 21. Yəni ki, aydın oldu. Bizə hər hansı bir n faktorlu ədədi versə, deməz ki, 1-dən 27-yə qədər deməz. Ədədlərin hasili neçə sıfırla bitir? Sıfırla bitir. Yəni bu sualı belə də verə bilər. Və bir də belə verə bilər. 27 faktorialın sonu neçə sıfırla bitir? Neçə sıfırla bitir? Sıfırla bitir. Bunların hər ikisi eyni sualdır. Yəni 1-dən 27-yə qədər ədədlərin hasilini versən, nə edirsən? 1, 2, 3, 4, 5, ta ki 27-yə qədər ədədləri bir-birinə vursan. 27 faktorial nəyə bərabər? 27 faktorial da hələ eyni şeydir. Yəni 1-dən 27-yə qədər ədədlər nə idi? Yəni hasil deməkdir. Yəni sualı sənə həm bu formada versə, həm bu formada versə, hər ikisində nə edirsən? Eyni prosesi yerinə yetirsən. 27-ni bölürsən 5-ə, ta ki cavab 5-dən alınana kimi, kiçik alınana kimi. Və sonra alınan qismətlərini edirsən, toplayırsan. Bu da belə. Həmzi təmizləyək.
sonra ardında da növbəti nə var? Növbəti yuvarlaşdırma haqqında danışacağım. Yuvarlaşdırma nədir? Yəni natural ədədlər, yəni bunu qısa şəkildə deyəcəm. Yəni natural ədədlər aşağıdakı şəkildə yuvarlaşır. Bizim yuvarlaşdıracağımız mərtəbə vahidindəki ədəddən sonra 0, 1, 2, 3, 4 gələrsə, həmin mərtəbə vahidindəki ədəd olduğu kimi qalır. Ondan sonraki ədədlər sıfıra çevrilir. Məsəl üçün, bizə belə bir ədəd verilib, 67.000 neçə yazaq? 67.394 yazaq. Bizə deyir ki, həmin bu ədədi minliklər mərtəbəsinə qədər yuvarlaşdır. Biz bax, təklik, onluq, yüzlük, minlik. Minlik gəlir var 7-nin üzərində. Və biz baxırıq 7-dən sonra neçə gəlir? 3. Baxırıq, bu 3 bizim bu şərtimizə uyğundur mu? Biz nə demişdik? 0, 1, 2, 3, 4 gələrsə, biz həmin mərtəbə vahidindəki ədədi olduğu kimi saxlayırıq. 6 ilə 7-ni olduğu kimi saxlayırıq. Və ondan sonra gələn bu 3 dənə rəqəm nə olur? Sıfıra çevrilir. Məsələn, başqa bir. Bizə bu dəfə deyək ki, yüzlüklər mərtəbəsinə qədər yuvarlaşdır. Biz baxırıq 0. Təklik, onluq, yüzlük gəlir, düşür 0-ın üzərinə. Biz baxırıq 0-dan sonra neçə gəlir? 0-dan sonra 4 gəlir. Biz bu 0-ı olduğu kimi saxlayırıq yerində. Ondan sonra gələn rəqəmlər nə edir? Sıfıra çevrilir. Əvvəl 57.000. Deməli, 570.045 idisə, yuvarlaşdırdıqdan sonra düşür hansı hala? 570.000 halına. Yox, əgər yuvarlaşdırdığımız mərtəbə vahidindən sonra yuvarlaşdırılmış mərtəbə vahidinin rəqəmindən sonra 5, 6, 7, 8 və 9 gələrsə, nə olur? Həmin mərtəbə vahidindəki mərtəbə vahidindəki rəqəm deməli 1 vahid artır. 1 vahid artır. Və ondan sonrakilərin rəqəmlər nə olur? Sıfıra çevrilir. Ondan sonraki rəqəmlər. Yəni rəqəmlər, ədədlər yazsa daha düzgün olar. Rəqəmlər sıfıra çevrilir. Məsəl üçün, belə bir misal yazsaq, nümunə göstərsək. $786.000 $786.059
Yəni bizə desə ki, 10 minlik mərtəbə vaidinə qədər yuvarlaşdır. İndi bax, təklik, onluq, yüzlük, minlik, 10 minlik. 10 minlik gəlir 8-in üzərində. Biz baxırıq 8-dən sonra neçə gəlir? 6. 8-dən sonra 6 gəlirsə biz nə demişik? 5, 6, 7, 8, 9 gəlirsə həmin mərtəbə vaidinə rəqəm 1 vaid artır. 8 artır olur 9. Və ondan sonraki gəlirlər 1, 2, 3, 4 dənə rəqəm sıfıra çevrilir. 1, 2, 3, 4. Yəni başqa bir nümunə. Bizə burada sual verilir onluqlar mərtəbəsinə qədər yuvarlaşdır. Yəni təklik onluq gəlir 0-ın üzərində. Və nə olur dedik ki 5, 6, 7, 8, 9 gəlirsə 1 vaid artır. Bu 0, 1 vaid artır olur 1 olur. 3, 8, 9, 1 və 0. İndi gedək ədədin bölənləri və bölünənləri haqqında. Ədədin böləni nədir, bölünən nədir? Yəni o haqqında da danışırıq. Yəni bu mənim ilk videomdur. Yəni hər hansı bir nöqsanlar varsa, yəni ki üzürlü sayarsınız. Ədədin bölən və bölünənləri. Deməli, bölən nədir? Bax, bölən. Adından məlum olduğu ki, bunun vəzifəsi nədir? Bölmək. Bölmək, çatmaq, talamaq. Amma necə bölmək? Tam bölmək. Natural ədədi qalıqsız bölən. Hər bir natural ədəd ədədin böləni adlanır. Məsələn, natural ədədi götürürük. Və bu natural ədədi hansı ədədlər tam qalıqsız bölür? 8-i hansı ədədlər tam qalıqsız bölür? 1. 8-i 1-ə bölərəm, yəni 8 aram bütöv ədəd alaram. 8-i 2-yə bölərəm, neçə alaram? 4 alaram. 8-i 4-ə bölərəm, 2 alaram. Aldığım cavablar hamısı nədir? Yəni tam ədədlərdir. 8-i 8-ə bölərəm, alaram 1. Yəni ki, aldığım qismətlər hamısı necə ədədlərdir? Tam bütöv ədədlər. Yəni burada mən nə aldım? Burada mən qalıq almadım. Yəni bunlar həmin bu 1, 2, 4, 8 ədədi, 8-in neyləridir? Bölənlərdir. Bax, 8-in bölənləri. 8-in bölənləri. Hansılardır? 1, 2, 4 və 8-in özü. Məsələn, bizə sual verə bilər ki, 15-in bölənləri. 15-in bölənləri. Bizə 15-in bölənlərini soruşanda biz baxmalıyıq 15-in hansı ədədlər? Hansı ədədlər qalıqsız bölür? Baxıram, 15-i 1-ə bölərəmsə 15. 15-i bölürəm 3-ə görürəm ki 5 qalıqsız alınır. 15-i 5-ə bölərəm, alaram 3 qalıq, almaram. Sonra 15-i bölərəm, 15-ə alaram 1. Yəni, baxıram, bunlar hamısı necə ədədlərdir? Tam ədədlərdir. Yəni, bunların nə yoxdur? Qalığı yoxdur. Bölünən isə bölünən. Həmin natural ədədə qalıqsız bölünən. Hər bir natural ədədə qalıqsız bölünən. Yəni, hər hansı bir natural ədədə qalıqsız bölünən. Məsələn, 5-ə qalıqsız bölünən ədədlər hansılardır? 5-in bölünənləri. Bölünənləri.
Yəni demirəm 5-i hansı ədədlər bölünür. Yəni 5-i hansı ədədlər bölür demirdik. Yəni 5-ə hansı ədədlər bölünür? Yəni qalıqsız. Məsələn 5-i 5-ə bölərəm. Alaram 1. Məsələn 10-u 5-ə bölərəm. Alaram 2. 15-i 5-ə bölərəm. Alaram 3. Yəni hansılar oldu? 5 vahid artı gedir. 5, 10, 15, 20, 25 və s. Bu neyinir? 5, 5 artı sonsuza doğru gedir. Bunlar 5-in bölünənlərdir. Biz bir bölənlərə fikir verəndə, məsələn, bunlar 5-in bölünənlərdir. 5-in bölünənlərindən ən kiçiyi var, ən böyüyü yoxdur. Hər bir ədədin bölünənlərinin içərisində ən kiçiyi özüdür. Yəni, hər bir ədəd özünə bölündüyü üçün, hər bir natural ədədin bölünənlərinin içərisində ən kiçiyi özüdür. Amma ən böyüyü isə yoxdur. Amma bölənlərin içərisində ən kiçik 1 deyil, ən böyük özüdür. Məsələn, onun bölənləri yazsam, onun bölənləri. Yəni onu hansı ədədlər bölür? 10 bölünsün 1 bərabərdir 10. 10 bölünsün 2 bərabərdir 5. 10 bölünsün 5 bərabərdir 2. 10 bölünsün 10 bərabərdir 1. Yəni mən bura baxdım ki, onu qalıqsız bölünən ədədlər hansılardır? 1, 2, 5, 10. Bölənlərin içərisində ən kiçiyi 1-dir, amma ən böyüsü özünə bərabərdir. Amma bölünənlərin içərisində isə ən kiçiyi var, ən kiçiyi özünə bərabərdir, ən böyüyü isə yoxdur. Ən böyüyü nədir? Sonsuz sayıdır. Həmişə ədədin bölünənləri ədədin özündən böyükdür. Özünə bərabərdir və lövhəni təmizləyim. Məsələn, götürək, bu da 10 ədədir. Biz 10 ədədin bölünənləri yazsaq 10, 20, 30, 40, 50, 60. Bunlar nədir? Bunlar bölünənlərdir. Bölünən. Bölün. Burada yazsaq, bölənləri yazsaq. 2, 5, 10. Baxırıq ki, bu da olsun bölənlər. Biz baxırıq ki, bölünənlər həmişə ədədin özündən böyükdür və ya özünə bərabərdir. Amma bölənlər isə özündən kiçikdir və yaxud özünə bərabərdir. Yəni bölünənlər nə oldu? Özündən böyükdür ya özünə bərabərdir. Amma bölənlər isə özündən kiçikdir və ya özünə bərabərdir. Bölünmə əlamətlərini yəni ki, bölən və bölünən haqqında yəni bildiniz ki, nə olan şeydir? Yəni nə deməkdir? Yazırıq bölünmə əlamətləri. İkiyə bölünmə əlaməti. Yəni
bütün cüt ədədlər 2-yə bölünür. Məsələn, bütün cüt ədədlər yəni bütün cüt ədədlər hansılar demişdik? Sonu 0, 2, 4, 6 və 8 ilə bitən ədədlər. 2-yə bölünür. Məsələn, 10, 20, 24, 28, 30, 38, 36, 112. Yəni bütün cüt ədədlərin 2-yə qalıqsız bölünür. İkinci, 3'e bölünme əlaməti. Bölünmə əlaməti. Ədədin rəqəmlərinin cəmi 3'e bölünürsə ədəd 3'e bölünür. Bunu yazmayacağım, vaxt gedir. Ədəd 3'e bölünür. Məsələn, bizə hər hansı bir ədəd verilib. Verilib 980. 980'in biz 3'e bölünüb bölünməməsini bilmək üçün biz bir qıraqda bu ədədin rəqəmlərinin cəmini toplayırıq. 9 8 8 gəlir. 9 8 gəldi 15. Yox, daha doğrusu 9 8 17 17 üstünə üçgəndə eləyir 20. Biz baxırıq ki 23 ilə neyə bölünmür. Yəni bölünür, qalıqsız bölünür. Deməli bu ədəd neyə bölünmür 3-ə. Amma belə bir ədəd verirsə, biz bunun 3'e bölünüb bölünmədiyini baxmaq neyini? Ədədin rəqəmlərini cəmi toplayırıq. 1 üstə gəl, 3 üstə gəl, 3 üstə gəl, 6 üstə gəl, 9 üstə gəl, 3. 1'in üstünə üçgəndə, 4 4 üstünə altıgəndə. 10 10 üstünə 9 yəni 19 19 üstünə üçgəndə 22. Görək ki bu da bölünmədi. Deməli bu ədəd neynəmir? Bölünmür. Amma belə bir ədəd verirsə, bu ədəd bölünür və yaxud bölünmürsə üçün neyindir? Bunları toplayırıq. 1 üstə gəl, 5 üstə gəl, 3 üstə gəl, 6 üstə gəl, 9. Baxırıq 1 üstünə 5 gəldi, 6, 6 üstünə 3 gəldi, 9, 9 üstünə 6 gəldi, 15, 15 üstünə 9, yəni 24. Deməli baxırıq bu 24 3'e bölünür. 24 3'e bölünürsə deməli bu ədədin özü də nə edir? Qalıqsız bölünür 3'e. Ədədin rəqəmlərinin cəmi 3'e bölünür. İndi baxırıq 4'e bölünmə əlaməti. 4'e bölünmə əlaməti. 4'e bölünmə əlaməti. Son 2 rəqəmin əmələ gətirdiyi, ədəd 4'e bölünürsə, həmin ədəd 4'e bölünür. Bax, son 2 rəqəmə baxacaq. Mən son 2 rəqəm 4'e bölünürsə. Məsəl üçün, bax, bu ədədin 4'e bölünüb bölünməsini, indi son 2 rəqəmə baxırıq, 12. Baxırıq, 12 4'e bölünürmü? Bölünür. Deməli, bu ədədin özü bütövlüyü 4'e bölünür. Son 2 rəqəmin əmələ gətirdiyi ədəd 4'e bölünürsə, deməli, bu ədəd 4'e bölünür. Bir başqa ədəd yazırıq. Bu ədədin 4'e bölünüb bölünməməsi üçün son 2 rəqəmə baxırıq, 81.
Baxırıq ki, 81 4-ə bölünmür. Deməli, bu da neynəmir? Bu da bölünmür. 5-ə bölünmə əlaməti. 5-ə bölünmə əlaməti odur ki, 5-ə bölünmə. 5-ə bölünmə əlaməti sonu 0 və 5 ilə bitərsə, biz istənilən ədədin 5-ə bölünüb bölünməməsini bilmək üçün, yəni ədədin sonuna baxırıq. Biz bu ədədlərə baxırıq ki, bu ədədlərdən hansı 5-ə bölünür və yaxud bölünmür. Bunun sonuna baxırıq ki, bunun sonu 7 ilə bitir. 7 5-ə neynəmir? Tam bölünmür. Deməli, bu bölünmür. Buna baxırıq. Bunun sonu görürük ki, 5 ilə bitir. Bizim qayda nə deyir? Deyir ki, sonu 5 və 0 ilə bitərsə. 5 ilə bitirsə, deməli, yəni bölünür. Burada baxırıq, sonu 0 ilə bitir. Deməli, neynir? Bölünür. 6-ya bölünmə əlaməti. 6-ya bölünmə. Bölünmə əlaməti. 6-ya bölünmə əlaməti odur ki, eyni zamanda həm 2-yə, həm də 3-ə bölünərsə, ədəd 3-ə bölünür. Ədəd daha doğrusu 6-ya bölünür. 6-ya bölünür. Bizə verilib hər hansı bir ədəd. Məsələn, 8000. Bu ədədin 6-ya bölünməsi üçün baxırıq ki, bu ədəd 2-yə bölünürmü? Baxırıq ki, sonu cütlə bitir, deməli bölünür. 2-yə bölünürsə, sonra baxırıq ki, görün bu ədəd eyni zamanda həm də 3-ə bölünürmü? İndi bu zaman 3-ə bölünmə əlamətini tətbiq edirik, baxırıq. Ədədin rəqəmlərinin cəmi 3-ə bölünürmü? 8 üstünə 7 gəndə 15, 15 üstünə 3 gəndə 18, 18 üstünə 6 gəndə 24. 24 3-ə bölünürsə, deməli bu ədəd neynir? 6-ya tam qalıqsız bölünür. Deməli, eyni zamanda həm 2-yə bölünməlidir, həm də 3-ə bölünməlidir, həm də 3-ə bölünməlidir. 8-ə bölünmə əlaməti. 8-ə bölünmə əlamətini deyir ki, son 3 rəqəmi 0 olan və son 3 rəqəmi 8-ə bölünən ədəd, yəni 8-ə bölünür. Son 3 rəqəm. 8-ə bölünmə. Bölünmə əlaməti. Baxırıq, son 3 rəqəm 0-la bitirsə, son 3 rəqəm. Və son 3 rəqəm 8-ə bölünürsə. Məsələn, hər hansı bir ədəd yazırıq. Bu ədədlərin 8-ə bölünməsi baxırıq, son 3 rəqəm baxırıq. Son 3 rəqəm 0-la bitir. Son 3 rəqəm 8-ə bölünür. Deməli, bu ədədlərin hər ikisini eləyir. Hər ikisi 8-ə qalıqsız bölünür. 9-a bölünmə əlaməti 3-ə bölünmə əlamətinin eynidir. Yəni, 3-ə bölünmə əlamətində bizə deyir ki, ədədin rəqəmlərinin cəmi 3-ə bölünürsə, həmin ədəd bölünür 3-ə. 9-a bölünmə əlaməti də eynidir. 9-a bölünmə əlamətində də ədədin rəqəmlərinin cəmi 3-ə bölünürsə, yəni
ədədin rəqəmlərin cəmi 9-a bölünürsə, həmin ədəd 9-a bölünür. Yəni biz hər hansı bir ədədin yəni biz hər hansı bir ədədin 9-a bölünməsini indi bir də bunu yəni bölü vaxtımızı səhifləmirik. İndi ədədlərin rəqəmlərin cəmini toplayırıq. Bax 800-ün 6 yanında 14 üstünə üçgəndə 17 17-nin üstünə 9 yanında 26 26-nın üstünə üçgəndə 29. Amma baxırıq 29 nə eləmir? Bölünmür. 29 bölünmür 9. Deməli bu ədəd nə eləmir? Bölünmür. Amma belə bir ədəd versə bizə. Belə bir ədəd versə bizə. Biz bunları yenə toplayırıq, baxırıq görə. Bu ədəd bölünür, yoxsa bölünmür? Həmin bu ədədin rəqəmlərin cəmi 9-a bölünərsə, deməli həmin ədəd 9-a bölünür. Bölünmürsə, deməli nə eləmir? Bölünmür. 1 üstünə 5 gəldi 6, 6-nın üstünə 3 gəldi 9, 9-un 9 yəni 18, 18-in 6 gəldi 24, 24-ün üstünə 3 gəldi 27, 27-nin üstünə 9 yəni 36. Deməli 36 ədəd nə edir? 36 ədəd 9-a bölünür qalıqsız 4. Deməli bu ədəd nə edir? Bu ədəd nə edir? 9-a qalıqsız bölünür. Yəni ki, bu da aydın. Ona bölünmə əlaməti odur ki, yəni sonu sıfırla qorulan bütün ədədlər sonu sıfırla qorulan bütün ədədlər ona qalıqsız bölünür. Bu soru daha yuxarı getdikcə, məsəl üçün 15-ə bölünmə əlaməti 15-in sadə vurulları neçədir? 3 və 5. 15-in sadə vurulları 3 və 5-dir. 3 və 5. Eyni zamanda 3-ə və 5-ə bölünən ədədlər nə edir? 15-ə bölünür. Deməli 18-ə bölünmə əlaməti soruşulur. 18-in sadə vurulları hansıdır? 2 və 9. 2 və 9. Eyni zamanda 2 və 9-a bölünən ədədlər nə edir? 18-ə bölünür. Məsələn, 25-ə bölünmə əlaməti. Son iki rəqəmi 0 və son iki rəqəmi 25-ə bölünən ədədlər, yəni 25-ə bölünür. Yəni son iki rəqəmi 0 və son iki rəqəmi 25-ə bölünən ədədlər nə edir? 25-ə bölünür. Lövhəmizi səliqəyə salaq. Qalıqlı bölmə. Qalıqlı bölmədən də qalıqlı bölmə haqqında danışaq. Qalıqlı bölmə. Bölmə yəni qalıqlı bölmə nə deməkdir? Yəni mən ta ki 8-i 2-yə bölürəm. Aram cavablıdır. Yəni heç bir qalıq almır. Yəni 8-i 2-yə tam bölür. Amma mən 8-i bölürəm 5-ə. 8-in içində 5 bir dəfə düşür. Amma nə qalır? Burada qalır 3. Yəni burada nə var? Yəni 5 8-in içində bir dəfə düşür və əlavə nəyə var? Bunun qalığı var. Bu zaman qalıq alınarsa həmin bölümü adlanır qalıqlı bölmə. Məsəl üçün A bölünsün B, deməli qismətdə alınır C. Burada hər hansı Q qalıq alınırsa, həmin bu nə adlanır? Qalıqlı bölmə adlanır. Burada bu adlanır bölünən. Bu B.
bölen, S el qismət, yaxşı 200-dən azlanır, qalıq. İndi biz burada bölünəni tapmaq üçün, A-nı tapmaq üçün nə edirik? Yəni qisməti vururuq bölənə, S-ni vururuq B-yə, üstünə Q gəlirik. Və neyini A-nı tapırıq. Yəni bölünəni tapmaq üçün nə edirik? Böləni vururuq qisməti üzərindən gəlirik qalıq. Baxa görə növbəti arzudan gəlir. Sadə və mürəkkəb ədədlər, sadə və mürəkkəb ədədlər haqqında. Sadə və mürəkkəb ədədlər haqqında danışaq. Lövhəmin səliqə yazılaq. Sadə ədədlər hansı ədədlərdir? Yalnız özünə və vahidə bölünən ədədlər. Yəni bu ədədlər özündən və birdən başqa heç bir ədədə bölünmür. Yalnız özünə və birə bölünür. Məsəl üçün, sadə ədədlər, sadə ədədlər. Ədədlər, məsəl üçün, 3, 5, 11, 13, 17, 29, 31, bunlar son sayı yazmalı. Yəni, bu ədədlər yalnız özünə və vahidə bölünür. Yalnız özünə və vahidə bölünür. Ona görə bunların ədədləri sadə ədədlərdir. Yəni, bütün cüt ədədlər mürəkkəb ədəddir. Bütün cüt ədədlər mürəkkəb ədəddir. Amma bütün tək ədədlər, yəni sadə ədəd deyil. Məsəl üçün, bir tək ədəd yazırım 27. 27 1-ə bölünür, 3-ə bölünür, 9-a bölünür və 27-yə bölünür. Burada fikri özündən və vahiddən başqa 3-ə və 9-a da bölünür. Deməli, bu nə olsun ki, təkdir. Amma bunun bölənlərinin sayı da 2-dən çoxdur. Ona görə bu sadə deyil. Əgər bölənlərinin sayı 2-dən çoxsa, bu nədir? Mürəkkəb ədəddir. Amma cüt ədədlər 2-dən başqa bütün cüt ədədlər mürəkkəbdir. Yəni 2 yeganə cüt sadə ədəddir. Yeganə cüt sadə ədəddir. Sadə ədəddir. Yəni biz nə dedik? Yəni biz burada baxdıq ki 3, 5, 11, 13, 17, 29, 31 sadə ədəddir. Baxın, bunların hamısı təkdir. O demək deyil ki, bütün tək ədədlər sadədir. Tək ədədlərin içərisində sadə olanlar da var, mürəkkəb olanlar da var. Amma 2-dən başqa bütün cüt ədədlər nədir? Mürəkkəbdir. Yalnız 2 həm cütdür, həm də sadədir. Yəni, yeganə cüt sadə ədəd nədir? Bizdə 2-dir. Mürəkkəb ədədlər, məsəl üçün. Mürəkkəb ədədlərin tərifi necədir? 2-dən çox böləni olan ədədlər nədir? Necə ədədlərdir? Mürəkkəb ədədlərdir. 2-dən çox böləni olan ədədlər. Yazaq mürəkkəb ədədlər. İkidən çox böləni olan ədədlər.
Mürəkkəb ədədlər. Mürəkkəb ədədlərdir. Məsələn, baxırıq 8-ə. 8-in bölənləri neçədir? 1, 2, 4 və 8. Baxırıq ki, bunun bölənləri sayı 2-dən çoxdur. 4 dənədir. Məsələn, 45. Mən 45-in bölənləri 1, 3, 5, 9 və 9, 15 və 45-in özü. Görürük ki, bunun bölənləri 1, 2, 3, 4, 5, 6 dənədir. Deməli, bu nədir? Mürəkkəb ədədi. Deməli, bölənlərinin sayı 2-dən çoxsa, deməli, bu nədir? Mürəkkəb ədədi. Yox, özünə və vahidə bölünürsə, deməli, necə ədəddir? Sadə ədəddir. İndi ədədlərin sadə vurgular ayrılması haqqında danışaq. Sadə vurgular ayrılma. Sadə vurgular ayrılma nə deməkdir? Mürəkkəb ədədlərin sadə vurguların hasili şəklində göstərilməsi. Hasili şəklində göstərilməsi. Yəni bu nə deməkdir? Biz hər hansı bir ədədi götürürük, ta ki götürürük 24-ü. Bu 24-ü sadə vurguların hasili şəklində göstərir. Baxırıq, ən kiçik sadə ədədimiz hansıdır? Yəni, onda vurğulun ki, bir ədədi nə sadədir, nə mürəkkəbdir. Ona görə də biz bunu sadə vurgulara ayıranda, yəni heç vaxt 1-ə bölmürük. Çünki 1 nədir? Nə sadədir, nə mürəkkəbdir. Ona görə də ən kiçik sadə ədədimiz hansıdır? 2-dir. 2 olduğu üçün biz əvvəlcə baxırıq bu ədəd, bu göstərilən ədəd 2-yə bölünürmü? Baxırıq, bölünür. 24-ü 2 bölük 12, 12-ni 2 bölük 6, 6-ni 2 bölük 3, 3-ü 3-ə bölük 1. Deməli, bunun sadə vurguların şəkildə olduğu 24 bərabərdir. 2 vurulsun, 2 vurulsun, 2 vurulsun 3 şəklində. Deməli, bunun sadə vurguların necə olduğu deməli, bu şəkildə oldu. Bu oldu ədədin sadə vurgulara ayrılışı. İki sadə ədədin cəmi həm sadə ola bilər, həm mürəkkəb ola bilər. Məsələn, iki sadə ədədi götürürük. Məsəl üçün, 3